Salam əziz şagirdlər, biz bugün sizinlə Dünya Okeanı mövzusu haqqında danışacağıq. Dərsdən öyrənəcəyik. Dəniz, boğaz, körfəz və buxta, ada və yarımada anlayışlarını. Materik sahilləri girintili-çıxıntılıdır. Burada dəniz, körfəz, ada, yarımada və boğazlar mövcuddur. Dəniz okeanın bir hissəsidir. Lakin hər hansı təbii sərhədə malikdir. Bu sərhədlər ada, yarımada, hətta sualtı dağlar da ola bilər. Bəzən dənizlər aid olduğu okeanla ensiz su sahəsi, yəni boğaz vasitəsilə əlaqəli ola bilər. Belə dənizlərə daxili dənizlər deyilir. Aralıq, Baltik və Qırmızı dəniz bunlara misaldır. Müvafiq olaraq bu dənizlər Cəbəlü Tariq, Skagerrak və Bab-el-Məndəb boğazları vasitəsilə okeanlarla birləşir. Sahil xəttlərinin mürəkkəb formaları dəniz ticarəti üçün əhəmiyyətlidir. Dəniz limanı üçün körfəz və buxtalar daha əlverişlidir. Onlar aid olduğu okean və ya dənizlərlə birbaşa əlaqədədir. Amma quruya daha çox daxil olmuşdur. Bu da dəniz limanını güclü külək və dalğalardan qorumağa imkan verir. Dünyanın ən böyük Qvineya, Meksika, Benqal körfəzlərinin sahillərində onlarca liman vardır. Bakı dəniz limanı da Xəzər dənizinə aid olan Bakı buxtasının sahilindədir. Materik sahillərinin mürəkkəb və ya sadə formasının əsas göstəricisi isə ada və yarımadaların olmasıdır. Qurunun okeana daha çox daxil olan hissələri yarımada adlanır. Ərəbistan, Hindistan, Hind-Çin, Skandinaviya, Apenin və digər yarımadaların sahilləri dəniz, körfəz və buxtalarla parçalanmışdır. Adalar hər tərəfdən su ilə əhatə olunan nisbətən kiçik quru sahələridir. Onlar nə vaxtsa materikdən ayrılmış bir parça, okean dibində püskürmüş vulkanın ən yüksək hissəsi və ya suda yaşayan dəniz canlılarının qalıqları da ola bilər. Elə adalar var ki, onlar çox nəhəngdir, hətta kosmosdan görünür. Məsələn, Qrenlandiya, Yeni Qvineya, Madaqaskar və s. Lakin yer kürəsində kiçik adaların sayı daha çoxdur. İqlimi əlverişli olan adalar kurort turizm üçün çox əlverişlidir. Son vaxtlar varlı ölkələr sahilə yaxın sularda süni adalar yaradır. Böyük Britaniya adası isə uzun illərdən bəri Avropa ilə birləşmək istəklərini La-Manş boğazı altından keçən tunel vasitəsilə həyata keçirmişdir. Əziz şagirdlər, bizim sizinlə mövzumuz burada yekunlaşır. Növbəti dərslərdə görüşmək ümidi ilə.